Hörmətli Şəhidin TV izləyiciləri, ilk öncə sizin hamınızı bir daha bir olan Allahın adıyla salamlayırıq. Biz hal-hazırda Sumqayıt şəhərində Mirvari mərasim evindəyik. Bu günlərin qəhrəman şəhidimiz Firuzlu Əlibəy Samiroğlu'nun 5-ci il dönümüdür. Bu münasibətlə Sumqayıt şəhərində yerləşən Mirvari mərasim evində Əlibəy adına verilmiş uşaq bağçasının müdürəsi Əfruzə xanım və onun kollektivi tərəfindən təşkil olunmuş ehsan süfrəsinə dəvət olunmuşuq şəhidimizin il dönümünə əlaqədar. Və mənim yanımda hal-hazırda burada şəhidimizin anası Sima bacım buradadır və Əfruzə xanım buradadır. Biz Azərbaycan Respublikası Şəhid Ailələri, Əlilləri və Müharibə Müdafiəsi İctimai Birliyinin sədri Tahir Məmmədov adından və Şəhidin TV kollektivi adından ilk öncə şəhidimizin valideynlərinə, doğmalarına Allahdan səbir dilirik, Allah səbrimizi versin. Və cəm şəhidlərimizin məkanının cənnət, məqamlarımız olmasını Allahdan dilərik. Hər zaman söylərik ki, şəhidlər ölməz, vətən bölünməz. Biz ona görə deyək bir zaman şəhidlərimizə rəhmət yox, şəhidlərimizə salam olsun deyirik. Və mən ilk öncə istərdim ki, qəhrəman şəhidimizin qəhrəman anası Zəhranıya sözü verək. Buyurun Zəhran, bugünkü tədbir barəsində istərdik izləyicilərimizə öz ürəyindən keçən sözlər bildirsin. İlk öncə çox təşəkkür edirəm. Yəni gəlmişsiniz, bugün mənim övladımın 5-ci il dönümü qeyd olunur. Yəni lenti alırsınız, öz kanalınızda yayınlayırsınız. Təşəkkür edirəm başda Əfruzə xanım olmaqla, yəni bu tədbiri təşkil edən Sima xanım, hər birinizə təşəkkürümü bildirirəm. Bugün bizim yanımızda olan hər bir kəsə çox sağ ol deyirəm ki, yəni şəhidi unutmurlar, şəhidi yaşadırlar. Hər kəsimiz təşəkkürümü bildirir. O şəhid nəinki sizin evdən, tək sizin evdən yox, bu evdən, bu obadan gedir. Bu şəhid bizim hamımızın şəhiddir və şəhidləri də hər an anmaq, onların xatirəsini əziz tutmaq hər bir Azərbaycan xalqının borcudur. Və bugünkü bu məclisin ərsəyə gəlməsində böyük rolu olan Sima xanımla Əfruzə xanım buradadır. Elə ilk öncə istərdik ki, Əlibəy adını daşıyan uşaq körpələr evinin rəhbəri Əfruzə xanıma söz verək. Buyurun Əfruzə xanım. İlk öncə sizə çox təşəkkür edirəm ki, işıqlandırırsınız. Çox sağ olun. Mən sadəcə bir kəlmə deyə bilərəm ki, mən çox fəxr edirəm, qürur duyuram ki, şəhidimizin adı bizim bağçamızı daşıyır. Buna görə çox qürurlanıram. Zərifə xanıma çox təşəkkür edirəm ki, bu yolda mənə çox böyük dəstəkdir. Mənəvi olaraq çox mənə dəstək olur həqiqətən də. Çox təşəkkür edirəm. Minnətdaram hər şeyə görə. Zərifə xanıma başda, sizlərə, kollektivimə çox minnətdaram, çox təşəkkür edirəm. Hər şeyə görə çox sağ olun. Hörmətli Şəhidin TV izləyiciləri, hal-hazırda mənim yanımda Sima xanım durur. Sima xanım özü 1-ci Vətən müharibəsinin iştirakçısı olub, döyüş yollarını keçir və 2020-ci il Vətən müharibəsi, 2-ci Vətən müharibəsi başlayandan sonra 5 il olar ki, demək olar ki, Sima xanım şəhid ailələrindən hər bir zaman bir yerdədir, şəhid ailələrin yanındadır və bir çox tədbirləri təşkil edilmişdir. Buyurun Sima xanım, keçmiş döyüşçü kimi və indilik təşkilatçı kimi sizi dinləmək istəyərəm. Çox sağ olun, Cavit müəllim. Öncəliklə hər kəsi salamlayıram, tədbir iştirakçılarının hər birini salamlayıram. Öncəliklə şəhidimizin anasına özləri minnətdarlığımı bildirirəm ki, yəni bu cür oğul böyüdüb, yəni qəhrəman bir oğul böyüdüb. Həmin bu qələbənin yaşatmasında onun oğlunun da iştirakı var. Əfruzə xanıma özləri minnətdarlığımı bildirirəm ki, o şəhidimizin xatirəsini əbədiləşdirmək üçün ona tədbirini təşkil edibdir. Çox sağ olsun, var olsun, təşəkkür edirəm. Mən də öz növbəmdə yəni Abşeron rayon şöbəsi olaraq, Şəhid Ailələri Qəbul Cəmiyyətinin Abşeron şöbəsi sədri olaraq Müşfiq mənim adımdan da və sədrimizin adından da salamlarımı çatdırıram. Yəni hər kəsin, yəni şəhid ailələrinin yanında, qazilərin yanında olmaq, onlara mənəvi dəstək olmaq, problemlərin həllində yaxından iştirak eləmək hər bir vətəndaşın borcudur.
və hər bir vətəndaşın borcudur ki, şəhidlərimizin xatirəsini əbədi tutsun, onların xatirəsini əbədi yaşatsın. Bu qədər. Bəli, biz də Azərbaycan Respublikası şəhidləri, əlilləri və mühafizələrdən Müdafiəsi İctimai Birliyi Sədri Tahir Məmmədov adından və Şəhid TV kollektiv adından Əbrizə xanıma, Sima xanıma özləri təşəkkürümüzü bildiririk ki, hər zaman şəhidlərimizi bu cür anıb, onlar üçün tədbir təşkil edirlər və bugünkü gündə Əli bəy qardaşımızın, qəhrəman şəhid Əli bəy qardaşımızın 5-ci il dönümünə aid məclis təşkil etmişdilər. Nə arzu edərdik ki, hər bir şəhidimizin adı hər zaman əbədiləşsin. İstər uşaq bağçaları oldu, istər küçələr oldu, istər binalar oldu. Nə oldu? Şəhidlərimizin adına verilsin və onların adı daimi yaşansın. Mən ümidvaram ki, nə vaxta kimi ki, Azərbaycan xalqı, qeyrətli Azərbaycan xalqı var. Heç bir şəhidimiz unudulmuyor, unudulmayacaq da və imkan vermilikdə unudulacaq. Və mən bir daha Əli bəy qardaşımız başda olmaqla Allah Teala şəhidlərimizin məkanının cənnət məqamlarımız olmasını dilərəm və başda Ali Baş Komandanımız, Müzəffər Ali Baş Komandanımız olmaqla hal-hazırda soyuq havalarda Azərbaycanın ərazi bütövlüyünü qoruyan rəşadətli Azərbaycan ordusuna Allahdan uzun ömür, can sağlığı, qazilərimizə şəfa, veteranlarımıza da uzun ömür, can sağlığı arzu edirəm. Bir daha şəhidlər ölməz, vətən ölməz, vətən sağ olsun deyirik. Şəkillərin bayraklarımızın məhrəsində təqdirimiz oldu. Bu torpaqların arasını ruhuyla qoyanlara, başımızın papanını canıyla doğrayanlara, alnımızın ləkəsini alqan ilə yanlara, vətən vedağılara borcluyuq biz. Bu dünyaya göz açmamış körpəsini qoyub gedən, ata-ana deyən evladının ilərini söyüb gedən, ata-ana ağrısını ərbəcədən böyük edən vətən vedağılara borcluyuq. Bəzənsin yerində çalınmamış qalanlara, Mərkəzin sevdiğinin qarnağında qalanlara, korkması yaxılmamış qanı şəhid olanlara, vətən boyda ölülərə borcluyuq biz. Vətən boyda ölülərə borcluyuq biz. Biz değerli qazilərimiz sizlərə borcluyuq. Allah şəhidlərimizə rəhmət eləsin. Allah qazilərimizə can sağlığı versin. Vətənlərimizə can sağlığı versin. Hər birimizin qarşımıza baş verdik. Allah sizlərə var eləsin. Sizlərə təqdim elədi bəzi qazilərimizin sözlərinə tanısı öyle şey. Allah sizlərə var olasın. Azərbaycanın ərazi bütövlüyünü öz qanı və canı bahasına bərpa edən oğullarımızı zəhmət olmasa bir dəqiqə şükürlə yad ediyor, ondan sonra tədbirimizi açmadan ediyor. Allah şehitlerimize rahmet eylesin. Məqamları uca olsun. Yunus'a dövlət ümrümüz səslənir.
Allah şehitlerimize rahmet eylesin, gazilerimize şefa versin, veteranlarımızı korusun, Allah sizleri korusun. İndi ise işığına toplaştığınız Ali Bey'in hakkında kısa bir tanıtım Cunay Xanım təqdim edirsin. Firuzlu Əlibəy Sanıroğlu 1998-ci il sentyabrın 14-də Ağdaş rayon Şəmsabad kəndində anadan olmuşdur. 2004-cü ildə Əfəndizadə adına Şəmsabad kənd orta məktəbinin 1-ci sinifinə getmiş, 2025-ci ildə həmin məktəbi əla qiymətlərlə bitirmişdir. Fəal və mütəvazi bir şagird olmuşdur. Orta məktəb illərində idmanın taekvondo növü ilə məşğul olmuş, yarışlarda 2-ci və 3-cü yerləri tutmuşdur. Hərbiyə həvəsi olduğu üçün ali məktəbə daxil olmaq istəmədi. 2016-cı ilin oktyabrında həqiqi hərbi xidmətə getmişdi. 2018-ci ilin aprelində daxili qoşunlarda xidməti vəzifəsini uğurla başa vurmuşdur. Hərbi kurslardan keçərək 2019-cu ilin avqustunda hərbiçi kimi işə başlamışdı. Kəşfiyyatçı və snayperist idi. Ağır və məşəqqətli təlimlərdən keçərək Vətən müharibəsinin ilk gündən döyüşlərdə iştirak etmişdi. Talış kəndi və Talış zirvəsi uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərərək zəfər çıxmışdı. Yoldaşları öz aralarında Əlibəyi döyüş canavarı adlandırırdılar. Sonuncu döyüşü su qovuşan oldu. Bu döyüşdə igidlik və qəhrəmanlıq göstərərək vuruşmuş və şəhidlik zirvəsinə ucalmışdı. 18 oktyabr həsrətin, yanğının, acının başladığı gün. Şəhidimizin acı xəbəri ilə sarsıldığımız gün. Eyni vaxtda təkrar ümidləndiyimiz gün. Əlibəyin neytral zonadan götürdülər. Təhvil almağa gedən atası başqa bir xəbər əslində gözləyirdi. Əlibəydən zəng gələcəyini düşünərək nəşini tanımaqdan imtina etdi. Bu da içimizə bir ümid saldı. Ancaq ümidimiz puç oldu. 25 oktyabr 2020-ci ildə doğma kəndində çox sevdiyi vətən torpağında dəfn edildi. Ölümündən sonra Ali Başkomandanın rəhbərliyi ilə vətənə xidmətinə görə 3-cü dərəcəli orden, Vətən uğrunda medalı, cəsur döyüşçü medalı və su qovuşanın azad olmasına görə medalla təltif olundu. Allah rəhmət eləsin, Allah doğmalarına, yaxınlarına səbir versin, Allah sizləri var eləsin və şəhid anasına, şəhid atasına yanıma dəvət edirəm, zəhmət olmasa gəlin bilin. Gözəl anam, Allah sizə səbir versin, Allah balanızın yerini cənnət eləsin. Onsuz da onların yeri cənnətdir. Bizim öhdəmizə düşən odur ki, dilə gətirək ki, Allah məkanların cənnət eləsin. Onsuz da onların yeri cənnətdir. Buyurun, Əlibəy haqqında nə deyə bilərsiniz? Sizdən bir-iki kəlmə. Hər kəs salamlayıram. Əlibəy haqqında çox danışmaq olar. Əlibəy haqqında danışmaq döyüş yoldaşlarına düşər. Mən danışsam, deyərlər ki, anadır, bəlkə də biraz şişirdir. Amma mən onu deyərəm ki, mən hər iki övladımla qürur duyuram. Mənim hər iki övladım 44 günlük Vətən müharibəsində kəşfiyyatçı olaraq, hətta şəhidim snayperçi olaraq döyüşmüşlər. Şəhidim Əlibəy su qovuşanın azadlığı uğrunda gedən mübarizədə qəhrəmancasına şəhid olmuşdur. Kiçik oğlu Məmmədov Firuz isə Murovdağdan başlayaraq müharibənin son günlərinə qədər döyüşmüş və Xudafərin körpüsünə bayraq sancan qəhrəmanımdır. Hər iki övladımla ona görə qürur duyuram ki, mən övladlarım körpə yaşlarında vətənə olan xidmət borclarını layiqincə yerinə yetiriblər. Onlar qalib xalqın, qalib sərkərdəmizin, qalib ordusunun, qalib hərbi qulluqçularıdır. Və bu günlərimsi mən bu məclisi təşkil edən, Əlibəyimin adını daşıyan bağçanın müdirəsi Əfruzə xanıma, tədbirin təşkilində zəhmət olan Sima xanıma öz təşəkkürümü bildirirəm. Hər birinizə təşəkkürümü bildirirəm. Ona görə ki, bugün bizi tək qoymadınız, bizim yanımızdasınız, Əlibəyin işığına yığışmışsınız. Sağ ol. Buyurun. İlk öncə mən şəhidlərimizi salamlamaq istəyirəm. Allah'ın salam olsun bütün şəhidlərimizə. Bugün mənim qəhrəman balamı, şəhid balamı, şəhid Əlibəyin
5-ci il dönümünə yığışmışıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Məqamları ucadan uca olsun. Yəqin ki, hamımızın yadında olar, döyüşün ilk günləri, Suqovuşan döyüşləri yadınızdadırsa. Allah rəhmət eləsin bütün şəhidlərimizə. Orada əfsanəvi komandirimiz var idi. Şəhid Polkovnik Leytenant Əzami Təhməzov. Suqovuşan döyüşləri. Bax, həmin komandirin uşaqlarından da Əli bəy. Kəşfiyyat Ensali hərbi hissənin kəşfiyyat bölüyünün 22 şəhidindən biri də Əli bəy. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Atalara, analara səbir diləyirəm. Səbirli olaq. Yəni düzdür, səbirli olmaq çətindir, amma dözmək lazımdır, səbirli olmaq lazımdır. Yenə də Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların hamısının ruhu qarşısında baş əyilsin. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Bizlər də sizlərə təşəkkür edirik ki, elə iti doğulları boya başa çatdırıb, vətənə xidmətə göndərmişsiniz. Allah sizlərə var eləsin, əyləşin, səhvət olmasın. İndicə dəyərli qonaqlar, şirna toplaşdığımız Əli bəyin adına həsr olunmuş dəyərli bəstəkarımız, gözəl insan, eyni zamanda da bütün şəhidlərin tədbirlərində iştirak edən, əziyyəti keçən Ruslan Səfərov buradadır. Ruslan bəy, zəhmət olmasaq, buyurun buyurun. Mən də salamlayıram hər kəsi, əvvəla başda şəhid anaları, şəhid ataları, bizim qazilərimiz, Allah bütün şəhidlərimizi şad eləsin, Allah qazilərimizə şəfa versin və bizi hal-hazırda Səncərdə qoruyan qardaşlarımız Allah qorusun. Ana Allah ruhunu şad eləsin, Əli bəy qardaşımın da, bütün şəhidlərimiz. İcazənizlə indi Əli bəy qardaşıma razılığımı niyət edəm. İkinci Qarabağ müharibəsində qəhrəmancasına şəhid olmuş Əli bəy Feyruzluya ərmağan edilir. Sən vətənin igid oğlu, sən bu xalqın ürəyisən. Candan keçib şəhid oldun, sən cənnətin mələyisən. Candan keçib şəhid oldun, sən cənnətin mələyiysən. Sənsizliyə dözməyirəm, qəlbim nələr çəkir balam adına mən. Qurban olum göz bəbəyim, Əli bəyim. Sənsizliyə dözməyirəm, qəlbim nələr çəkir balam adına mən. Qurban olum göz bəbəyim, Əli bəyim. Sən canınla, sən qanınla qurdun öz millətini. Anam sənsiz dözə bilmir, şəhid balam Əli bəyim. Atan sənsiz dözə bilmir, şəhid balam Əli bəyim. Sənsizliyə dözməyirəm, qəlbim nələr çəkir balam adına mən.
gayrim kalbimlere çekip adına ben kurban olurum. Göz bebeğim, pəridəyim, mənim qəhrəman balam, mənim igid balam. Hər gün məzarın üstə bağlayıram balam. Qardaşım da sənsiz dözə bilmir, atan da sənsiz dözə bilmir. Evimizin cənnət mələyi Əli bəy balam. Şerifim, Allah cəza yüreğinize göre versin, var olun. Allah sizi var eylesin. Ali Bey'in adını daşıyan bağçanın müdürüydü. Əfrizə xanımı şəhidimiz haqqında qısa danışmanız var. Burada Əfrizə xanımla eyni tədbiri təşkil edən Səmailə xanım və eyni zamanda da Əfrizə xanım, siz tədbir təşkilatçısınız bildiyimizə görə. Buyurun. Başda şəhid anaları olmaqla hər kəsi salamlayıram, qazi qardaşlarımızı. Bir baxçı olaraq, baxçam şəhid adını daşıdığına görə çox fəxr edirəm, qürur duyuram bununla. Bu baxçanı açmaqdan məqsədim körpə balalarımıza vətənpərvər ruhda təlim, tərbiyə, təhsil verməkdir. Bu yolda bir gənc olaraq bu yola vəsilə olan şəhidimiz İzzət Həmidovun anası Vəfə xanıma çox təşəkkür edirəm ki, bu yolu mənə göstərib. Çox sağ olsun. Daha sonra bu yolda mənə dəstək olan Yeganə xanım, Fidan Kidslər, şəhid İzzət Həmidovun bağçasının rəhbəri Yeganə xanım, çox böyük təşəkkür edirəm. Öz kollektivimə, Fatimə Uşaq Bağçasının kollektivinə təşəkkür edirəm. Minnətdaram hər kəsə. Bilərəm ki, çox qürur duyuram. Düşünürəm ki, hər il şəhidimizin adını layiqincə bağça olaraq daşıya biləcəyik. Bir müəllimə olaraq, bir pedaqoq olaraq bizim işimiz məsuliyyətlidir, çətindir. Şəhid Əli bəyin adını daşıdığı üçün bu 1-5 artır. İnşallah ki, bütün kollektiv olaraq bu adı layiqincə, qürurla, fəxrlə daim, nəinki bu il, hər il daşıyarıq, unutmarıq, unutturmarıq heç bir zaman. Çox sağ olun, hər birinizə çox təşəkkürlər. Öncəliklə başda şəhid anaları olmaqla bütün tədbir iştirakçılarını salamlayıram və şəhidinə dəyər verib onun anım gününə gələn hər bir şəxsi ayrı-ayrılıqda özləri minnətdarlığımı bildirirəm. Çox sağ olun, var olun, dəyər verib gəlmişsiniz. Allah hər birinizdən razı olsun. Öncəliklə bildiyimiz kimi bugün qəhrəman, igid, kəşfiyyatçı, snayper olan Əli bəyimizin anım günüdür. Bu münasibətlə təşkil olunan tədbirin təşkilatçısı Əfruzə xanıma özləri minnətdarlığımı bildirirəm. Eyni zamanda Əli bəyin adına açılan bağçanın da müdiriyyətidir. Onun müdiriyyətinə və kollektivinə özləri minnətdarlığımı bildirirəm ki, hər zaman həm anım günündə, həm mövludunda bağçanın yəni kollektivi onları çox böyük ehtiramla anırlar, adına yəni böyük tədbirlər təşkil edirlər. Buna görə onlara özləri minnətdarlığımı bildirirəm və şəhidinin adını yaşadıb əbədləşdirən hər bir şəxsə, hər bir vətəndaşa özləri minnətdarlığımı bildirirəm və bu hər birimizin, hər bir adam Azərbaycan vətəndaşının borcudur ki, şəhidinin ona minnətdar olan şəxs, yəni şəhidlərə minnətdar olan şəxslər yaşadıqlarına görə gələcək gözəl Firavan, bütöv Azərbaycan olaraq torpaqda yaşadığına görə şəhidlərinə dərin minnətdar olmalıdırlar. Onların ruhu qarşısında hər zaman baş əyməlidirlər. Onların ruhu qarşısında hər zaman, yəni onların ruhunu qarşısında həmişə borcludurlar. Mən də bütün şəhid analarına, başda Zənifə bacı olmaqla bütün şəhid analarına, valideynlərinə səbir diləyirəm. Yəni bu mərasim evində kollektivinə, personalına özləri minnətdarlığımı bildirirəm ki,
Sağ olun, var olun ki tədbirdə yəni yaxından iştirak edirsiniz, xidmət edirsiniz. Çox sağ olun, var olun. Allah sizləri var eləsin. Hər zaman şəhid ailələrinin, şəhid bacı qardaşlarının yanındasınız. Allah bir daha şəhidlərimizə rəhmət eləsin. Məqamları uca olsun inşallah. Və burada Şəhidim TV səhifəsinin baş redaktoru və təsisçisi Qazi Hüseyin Cavid iştirak edir. Zəhmət olmasa siz bura buyurun. Sağ olun söz verdiyinizə görə. Mən ilk öncə bütün tədbir iştirakçılarına bir olan Allahın adıyla salamlayıram. Və bugünkü bu gözəl tədbirin ərsəyə gəlməsində kimin ki əziyyəti var, Allah Taala canlarını sağ eləsin və bugünkü bu şəraiti yarattığına görə Mirvari Mərasim evinin rəhbərliyinə də öz təşəkkürümüzü bildiririk. Və Şəhidim TV kollektiv olaraq bunu bildirim ki, biz hər zaman şəhid ailələrinin yanında şəhid tədbirlərinin işıqlanmasında təmənnə sürətlə, məmnuniyyətlə çalışırıq. Və mən istərdim Azərbaycan Respublikası şəhid əlilləri və müharibə veteranlarında Gənclik İctimai Birliyinin sədri Tahir Məmmədov adından çünki həmin İctimai Birliyin ictimai işlər üzrə də müaviniyəm və Şəhidim TV kollektiv adından Zənfə Bacıya və Samir qardaşa və onların timsalında bütün şəhid valideynlərinə Allahdan səbir diləyək. Allah cəm şəhidlərimizin məkanı cənnət, məqamlarını çox etsin. Şəhidlərimizə salam olsun dedik. Mən müğənni deyiləm, nə də oxuyan deyiləm. Sadəcə onları bir həvəskar kimi istərdim. Gəl vətən oğlu mahnısını səsləndirəm. Buyurun. Düşmanat oynadı arak boyunca, kalbim kan ağlayır bu göz yaşında. Gel boyuna kurban ay vatanım, Şuşa yaylalarını geçtim anamdım. Sarı bülbülümün gözleri doldu. Topkanın meşesi saçını yoldu. Gel boyuna kurban ay vatanım, Şuşa yaylalarını sistem sarı bülbülümün gözleri doldu. Topkanın meşesi saçını yoldu. Gel boyuna kurban ay vatanım. Devran başımıza neler edipti. Gel boyuna kurban ay vatanım. Göyçen Zəngəzur elden gedipti. Gel boyuna kurban ay vatanım.
düştüm anamdır. Kalbimi gözleri doldu. Topkana meşesi saçını yoldu. Gel boyuna kurban, ay vatan oldu. Şuşa yaylalarını sistem aldı. Farkın bilemem, gözleri doldu. Topkana meşesi saçını yoldu. Gel boyuna kurban, ay vatan oldu. Şayaylarına sistem aldı. Karı bülbülümün gözleri doldu. Topkana meşesi saçını yoldu. Gel boyuna kurban, gel boyuna kurban, ay vatan oldu. Allah bir daha can şehitlerimize mekanı cennet, mekanlarımızda etsin. Ve başta Müzəffər Ali Başkomandanımız olmakla Allah Teala ön cephede, hal-hazırda bizi koruyan reşadetli ordumuzu korusun. Allah gazilerimize şafa versin ve dövüş yolu geçmiş veteran kardeşlerimize uzun ömür can sağlığı versin. Teşekkür ederim. Sizler var edəsin. Var olasınız. Değerli tədbir iştirakçıları, tədbirimizdə şəhid analar iştirak edir. Hər birinin qarşısında baş eğilən, Allah oğullarınızın yerini cənnət eləsin, məqamlarımıza eləsin şəhid anaları. Hər birinizi bura dəvət edirəm və bu şəhid anaların içində yeganə bir övladını vətənə qurban verən Məlahət ana da buradadır. Qarşınızda baş eğiləm, zəhmət olmasa bura gələrsiniz. Salam veririk size. Buyurun. Salam, hər vaxtınız xeyir olsun. Bura gələn hər kəs salamlayıram ki, heç vaxt şəhid ailələrin, şəhidlərin yaddan çıxartmırsınız. Mən Emin İsmailovun anasıyam, evin yeganə övladı. Bununla da fəxr edirəm ki, mən Emin kimi oğlu böyüdüm, vətən yolunda qurban vermişəm. Qardaş, Allah Əlibəyi, Zənifə bacı, yerin cənnət eləsin, ruhun şad eləsin. Allah bizlərə səbir versin, dözüm versin. Balalarımızın adını yaşadaq. Allah yerin cənnət eləsin. Əlibəydə görmədiyin xoş günü o bir balanda görəsən hər zaman. Allah səbir versin. Çox sağ olun. Çox sağ olun. Söz verdiyiniz üçün Allah razı olsun. Gələn hamıya təşəkkürümü bildirirəm. Sağ olsunlar ki, bacımızı tək buraxmadılar. Bizə nə lazımdır? Bizə lazımdır ki, uşaqlarımızı unutmayaq. Əfruzəyə də təşəkkür edirəm ki, şəhidimizin adını baxtasına verib və onu gözəl daşıyır. Biz istəyirik ki, mən öz fikrimcə deyirəm, ana da onu düşünür. Biz ancaq istəyirik ki, onu unutmasınlar, uşaqları, hamı. Biz tək fikrimiz onu unutturmayaq. Yəni, mənim də İzzətin yeganəm də buradadır. 4 ildir İzzətin adına baxçanı daşıyır. Yəni, mən o qədər ona razıyam ki, yəni, çox razıyam da. Yekişmə səndən o qədər razıyam ki, Allah da səndən razı olsun. Yəni, bizim uşaqlarımızı unutturmursunuz. Çox gözəl, bir dəfə də olsun mənə yığmayıb. 2 dəfə kimsə gəldi, nəsə oldu, gəldi. Hər şey özəllir, sadəcə uşağımızın adını daşıyır. Və sağ olsun, yenə deyirəm, hepimizin yanındadır, həmişə də yanında olsun, sağ olun, çox sağ olun. Heç vaxt unutmayaq, unutturmayaq. İndi isə tədbirimizdə iştirak edən Axund Aslanı bura dəvət edək. Axund, zəhmət olmasa yaxınlaşın bura. Bismillahirrahmanirrahim. Mən də bütün şəhidlərimizə Allahdan rəhmət edirəm inşallah. Hər bir cür şəhidlərə öz sevgisini, öz məhəbbətini bildirir. Şəhidlər haqqında çox danışa bilər, onların məqamı çox uzun məqamlar. Biz onlar haqqında nə qədər danışsam da, nə qədər
söhbətlər eləsək də kifayət eləməz. Mən istəyirəm cəmiyyət bütün şəhidlərimizi niyyət edək və bir Quran surəsi oxuyacağım, ondan sonra da biraz ayələrlə, hədislərlə xidmətimizdə olar inşallah. Bütün kəlamların üstünə olan Quran-ı Kərim Allah Teala Peyğəmbərə 23 il ərzində nazil elədi və Quran-ı Kərim bütün kəlamların sultanıdır. İnsanı nicata yetişdirən, insanı nicata çatdıran bir kitabdır. Hər kim bu kitabdan ayrı düşübsə, zəlalətə uğrayıb, hər kim bu kitaba uyubsa, bu kitabın ayələrinə diqqət edibsə, bu kitabın ayələrin öz həyatında tətbiq edibsə, nicatdadır. Bizim şəhidlərə ən gözəl hədiyyəmiz Quran ayələrini hədiyyə eləməkdir. Düzdür, şəhidlər öz məqamlarını qazanıblar. Biz onlara sadəcə öz sevgimizi, məhəbbətimizi bildiririk. Onlar canlarını qurban verirlər. Biz də ən azından vaxtımızı heçimizə qurban verək, malımızı qurban verə bilmiriksə, heçimizə vaxtımızı onlara hədiyyə edək, onlara Quran ayələrini hədiyyə edirəm inşallah. İstəyirəm Cümə surəsindən bir neçə dənə ayə oxuyacağım. Bütün şəhidlərimizi niyyət edirəm, bütün şəhidlərimiz üçün bu hədiyyə olsun inşallah. Muhammed Ali Muhammedə salavat zikr eləyək. Allahümme salli ala Muhammed və Ali. Allahümme salli ala Muhammed və Ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. يسبح لله ما في السماوات وما في الأرض الملك القدوس العزيز الحكيم هو الذي بعث في الأميين رسولا منهم يتلو عليهم آياته ويعلمهم الكتاب والحكمة وإن كانوا من قبل لفي ضلال مبين وآخرين منهم لما يلحقوا بهم وهو العزيز الحكيم ذلك فضل الله يؤتيه من يشاء والله ذو الفضل العظيم مثل الذين حملوا التوراة ثم لم يحملوها كمثل الحمار يحمل أسفارا بئس مثل القوم الذين كذبوا بآيات الله والله لا يهدي القوم الظالمين صدق الله العظيم. İnşallah şəhidlər haqqında bir tane hədis eləmək mənə də nəsib elədi inşallah. Mən də bir şəhid qardaşı kimi bütün şəhid ailələrinə başsağlığı verirəm. Düzdür, şəhidlik gözəl bir məqamdır, şəhidlik uca bir məqamdır. Mən deyərəm ki, şəhid anaları, şəhid ataları sevinsinlər, kədərlənməsinlər. Quranın buyurduğu kimi onlar elə bir məqama çatıblar ki, onlar Allah yanında ruzlənirlər, Allah yanında qidalanırlar. Biz dərk eləmirik, biz elə bir məqamda deyirik ki, biz bunu dərk etdik. Onlar Allah yanında ruzlənirlər. Nizami Gəncəvin bir də şeirin beyti var, mən bunu çox yerdə deyirəm. Elə bu xüsusən də şəhidlərimizə aiddir. Dahi Nizaminin yazdığı bütün sözlər elə ayələrlə, hədislərlə tamamlanır. Kaş elə məktəblərimizdə bu Nizaminin poemalarını, əsərlərini tələbələr üçün, uşaqlar üçün təfsir edərdilər, açıqlamasını verərdilər. Elə quru-quru şeir kimi əzbərlətməzdilər onlar. Baxırsan Nizami Sillər Xəzinəsində dünyanın yaranışından danışır, Adəm Əleyhisselamın yaranışından danışır, yəni dünyanın xəlq olunmağından danışır. Sadəcə bizim müəllimlərimiz elə səthi üstündən keçərək tələbələrə bu cür öyrədilər, amma açıqlaması verilsəydi, dünya niyyətinə üçün yaranıb Adəm Əleyhisselam, bəziləri məsələn deyirlər ki, İnsan məsələn başqa bir varlıqdan yaranıb deyirlər. Bunu uşaqlara çatdırmaq lazımdır, bu uşaqlara tərqin eləmək lazımdır. Nizami Gəncəv buyurur ki, istər bir gün yaşa, istərsə 100 il.
Bu nurlu eyvandan köçəcəksən bil. Yaxşısı budur ki, könlünü şad et, o böyük Allahı şadlıqla yad et. İnsanın nə qədər yaşamağı şərt deyil, necə yaşamağı şərtdir. Allah Teala qiyamətdə deməyəcəksən 100 il yaşadın, get cənnətə, sən 50 il yaşadın, get cəhənnəmə. Belə bir məntiq yoxdur. Bizim cənnətlə cəhənnəmə getməyimiz əməllərimizdən asılıdır. Əməllər bizi cənnətə, cəhənnəmə aparacaq. Şəhid nə qədər yaşadı? 18 il, 20 il, 30 il, maksimum 40 il. Necə yaşadı? Şərəflə, izzətlə. İnsan var ki 100 il yaşayır, deyilə bir dənə kaşbə öləydi, canımız qutaraydı. Yəni, amma insan da var ki dünyadan keçir, bir az dəfnindən gələn bir nəfər 42 yaşında dünyasını dəyişdi. Həkimlərin sənnənkarlığından. Bizim cəmiyyətimizdə ki, nə qədər insanlar öz vəzifələrini düzgün icra eləməyəcək, düzgün əməl eləməyəcək, bu boşluqlar olacaqmış. Həkim pulla gedib həkim işləyəndə belə olmalı. Müəllim gedib pulla müəllim işləyəndə belə olmalı. Tərbiyəçi, baxırsan bağçada tərbiyəçi işləyir, uşağı döyür, uşağı təhqir eləyir. Niyə? Bu dindən, İslamdan, Qurandan uzaq düşməkdir. Quran nə deyir? Evdə uşaq 7 yaşa qədər sənin üçün ağadır. 7 yaşa qədər ağadır. Sən qulsan o ağadır. Nə deyəcəksən, eləyəcəksən. 7 yaşdan 14 yaşa qədər o quldur, sən ağasan. Sən deyəcəksən, o eləyəcəksən. 14 yaşdan oynadı ki, sən onu öz danışını yetişdirəcəksən, böyüdüb, öz davamçını yetişdirəcəksən. Bizim azğınlığımız nədən irəli gəlir? Qurandan, məsumların kəlamlarından ayrı düşməyimizdən irəli gəlir. Rəhmətli Atışanın, Allah ruhunu şad eləsin. Bir dənə gözəl bir şey qeyd eləmişdir, buyurur ki, insanı döyüb onun şəxsiyyətini korlamayın. Şəxsiyyəti korlanan insan tez günah edir. Uşaqlarınızı döyməyin, uşaqlarınızı təhqir eləməyin. Valideyn indi 3 saatdır, 5 saatdır, 6 saatdır uşağı müəllimə tapşırır. Müəllim həm onun dərsi ilə maraqlanmalıdır, həm də tərbiyəsi ilə. O müəllim ki, uşağı döyür, o müəllim ki, uşağı əl qaldırır, o müəllimin birinci özü deyir, tərbiyəçi gərək birinci özü tərbiyələnməlidir. Müəllim sözün mənası ziyalı deməkdir, müəllim sözün mənası böyük deməkdir, sözü keçən deməkdir. Qədimdəndir, biz yaşımız azdır, böyüklər danışırlar ki, qədimdə ağsaqqallar var idi, qan bağlayırlar, hacılar var idi, qan bağlayırlar, amma indi baxırsan ki, elə qan salan elə böyüklərdir, ağsaqqallardır, qan salan hacılardır. Bu nədir? Bu bərəkət də əldən gedir. Bu bərəkət niyə əldən gedir? Düşmən bizim əlimizdən hər şeyimizi alır. Bu telefon özü. Qədimdə insanlar bir-birlərini gedib tez-tez ziyarət edərlər, bir-birlərinə baş çəkərdilər. Da telefondur da, bir-birimizi görüntü ilə baxırıq, mesaj göndərik, daha getmə, yox. Məsələn, qədimdə paltar yurdu, qadınlar əllə yurdular, qabı əllə yurdular, evi əllə, hamısı sağlamlıq idi da. Biz dərk eləmirik, bozarırsan gedib, sağlamlıq niyə insanlar tez dünyadan gedir, niyə ömür qısalır, niyə yaş azalır? Hamısı bunlar da, hamısı nədir? Tənbəllikdən irəli gəlir. Hamısı nədir? Hərəkətsizlikdən irəli gəlir. Mövzudan biraz kənarlaşdım. Buyurur ki, Nizami gedək ki, istər bir gün yaşa, istərsə 100 il. İnsanın nə qədər yaşamağı şərt deyil. Necə yaşamağı? Bizim dinimiz keyfiyyətə üstünlük verir, kəmiyyətə üstünlük verməz. İmam Hüseyin Aleyhisselamı 72 nəfər idilər, düşman 30 min idi. Kim qalib gəldi? 72 nəfər qalib gəldi. Xanım Zəhər 18 il ömür sürdü, 180 il ömür sürən insandan bərəkətli, gözəl ömür sürdü. Hələ 1400 illərə danışırlar, yeni sözlər hələ Xanım Zəhər haqqında gəlir. Və digər şəhidlərimiz elə bir məqama çatıblar ki, onlar artıq 5 ildir də şəhadətə çatıblar inşallah. Hələ bundan sonra 100 ildə, bizdən sonra neçə nəsil onlar haqqında danışacaqlar. Onlar bizim başımızı uca elədilər. Onlar bizim başımıza dik elədilər. Deməyək, falan kəsin, nə biləm, falan şey belələr, şəhidlər, qazilər. Şəhidlərin adı çəkilməlidir, qazilərin adı çəkilməlidir. Burada söhbət bir nəfərdən gedilir. Bir nəfər heç nə eləyə bilməz. İnsanın 5 barmağın, biri barmaq olması hərəkət edib, iş görə bilmərsin. Hamısı nizamlandır. Baxırsan ki, hansısa barmaq, filan barmağa nədir? Dəstəkdir.
Şəhidlər gedib can qurban verməsəydi, şəhidlər könüllü gedib vuruşmasaydı, nə torpaqlar alınmayacaqdı. Qazilər gedib öz canını qurban verməsəydi, nə torpaqlar alınmayacaqdı, nə də ki biz qələbə qazana bilməyəcəkdik. Hamısı şəhidlərimizin və qazilərimizin hesabınadır. Qazi canını qurban, qolu gedib, ayağı gedib, gözü çıxıb, sağlam olsa ceb işləyəcəkdi. Gedib pulun qazanıb ailəsini dolandıracaq. Qardaş, torpağa görə, vətənə görə canını qurban verir. İndi siz də maddiyyatınızdan keçin. Siz də maddiyyatınızı verin, bu canını qurban verir. Baxın, bu üzrə sağlığında 2000 də qazana bilərdi, 3000 də qazana. Bəlkə bir şirkət quracaqdı, bəlkə bir, nə bilim, bir mağaza sahibi olacaqdı məsələn. Ona görə deyirəm ki, şəhidlərin dəyərini verir. Bir dənə də hədis deyirəm, tamamlayıram. Biraz üzr istəyirəm, vaxt çox getdir. Həzrəti Peyğəmbər buyurur ki, qiyamət günündə 3 dəstə izzət və cəlal sahibi olan Allahın qarşısında şəfaət edəcək. Diqqət elə şəhidlər ki, kimlərlə bir cərgədədir. Birincisi buyurur ki, Peyğəmbərlər, alimlər və şəhidlər. Gör, Allah Teala şəhidləri kimlə bir cərgədə qərar verib? Peyğəmbərlərlə, alimlərlə və şəhidlərlə bir yer. Peyğəmbər 23 il Peyğəmbərlik elədi. 3 il gizli bloqadada qaldı. Dişini sındılar. Nə qədər müharibələr gördü, nə qədər əziyyətlər gördü. Allah Teala axırda onu Peyğəmbərliyin qəbul elədi. Amma şəhid bir dənə canın qurban verməklə Peyğəmbərlə eyni məqamda gəlir. Alimlər də həmçinin. Biz şəhidliyi ucuz saymayaq, ha? Yəni, deməyək şəhid ölüdür, onu deyən özü ölüdür. Bəlkə eləmir ki, bəziləri deyir, nə bilim, filan şəhid 92-də şəhid olub, filan şəhid 2003-də olub, şəhid, İmam Hüseyin 1400-dən qabaq şəhid olub. Deyən də İmam Hüseyin köynə şəhiddir. Şəhidə köynə deyən, şəhidə ölü deyənin özü ölüdür, düşüncəsi, dərrakəsi yoxdur. Şəhid ailələrinə dəyər verir, şəhid ailələrinə qiymət verir. Mən demirəm, mənim gətir cibimə pul qoy. Mən demirəm ki, mənim üçün obyekt dikən, demirəm, mənim üçün bir dənə restoran dik. Məni ilə nəsbisi səmimi ol, məni ilə mehriban ol. Deyir, ağrını kim çəkər, ağrını bilən də çəkər, hə? Bəziləri, keçən dəfə bir dənə dövlət səviyyəli bir yerə gelmişim. Deyirəm, belədir, şəhid alı deyir ki, qəbul edilmir, çəkir sənin oğlunun ölsün. Ölsün ağrısını çəkəsən. Ölsün də, gör necə dözəcəksən, hə? Dözə biləcəksən. Şəhid ölmür, şəhid diridir. Şəhidi diri saxlamaq bizə ehtiyacı yoxdur. Nə mənim oxuduğum Qurana ehtiyacı var, nə sənin oxuduğun mahnıya ehtiyacı var, nə sənin dediyin sözlərə, o qazandığın qazanır. Şəhid birinci qanı ki axır, Allah bütün günahlarını bağışlayar. O qazandığın qazanır. Mən ona şeir deyəcəm, mən ona mahnı deyəcəm, mən ona meyxana qoşacam, nə eləyəcəm. Bunlar hamısı sənədir. Mənim sevgimdir, göstərdiyim sevgidən irəli gəlir. Mən öz vəzifəmi yerinə yetirməyə çalışıram. Allah Teala hər birinizdən razı olsun. Biraz çox danışdım. Yəni bizim işimiz belədir ki, bizdə yəni heç olmasa biraz danışılmalı ki, fikir bildirəsən, necə bir fikir tamamlayasan, 3 dəqiqə ilə 5 dəqiqə ilə bu düzəlmə. Allah hər birinizdən razı olsun. Mən də bura dəvət edilənlərə də təşəkkür edirəm inşallah. Allah Teala şəhidlərimizə rəhmət eləsin, valideynlərimizə rəhmət eləsin, ruhları şad olsun, şəhid analarına başsağlığı verirəm inşallah. Sevinin, kədərlənməyir, həqiqətən deyirəm. Yəni, biz o övlada görə kədərlənməliyik ki, Allah eləməsin, narkotiklə gedə, içki ilə gedə, nə bilim, pis yolla gedə, şəhid üçün məqamını qazanıb deyir, şəhid 70 nəfərə şəfaat edəcək. O da birinci öz ailə üzvləridir, sonra da qohum əqrabasıdır, yaxınlardır. Allah sizdən razı olsun, Allah köməyiniz olsun. Allah belə məclislərimizin sayını artıq eləsin. Bu günlər anım günlərdir, bilir, şəhidlərimizin şəhadəti satdığı günlərdir. Allah Teala şəhidlərimizə rəhmət eləsin. Bu ki, gözəlliyi bizə nəsib ediblər, torpaqlarımızı azad olmaqda kömək olublar. Onu qoruyub saxlamaq bizə vəzifədir. Biz onları qoruyub saxlamalıyıq. Allah bunu qoruyub saxlamaqda bizlərə yardımcı olsun. Çox sağ olun. Hər birinizə təşəkkür edirəm. Əssəlamu aleykum və rəhmətullah və bərəkatuhu. Tədbirimizdə iştirak edən Abşeron Xızır Regional Mədəniyyət İdarəsinin Abşeron rayon üzrə nümayəndəsi şəhid Əbdülməcid Axundovun anası Ceyran xanıma şəhidimiz haqqında danışmağa dəvət edirik. Çox hörmətli şəhid sevənlər, Əlibəyimizin işığına toplaşanlar, hamınızı mən də salamlayıram.
Bugün her birimizi bura toplayan elbette ki Ali Bey'in şehadetidir. Şehadetin mübarek, güzel balam. Ruhun şad olsun, mekanın cennet olsun. Şehitler bizim gurur yerimizdir. Şehitler bizim fəxrimizdir. Elbette ki onların şehadetiyle biz fəxr edirik. Bugün onlar bizim sıramızda yoktu. Aramızda cismen yoktular ama ruhen bizimledir. Ben inanıram ki Ali Bey'in özünün ve onun silahdaşlarının ruhu buradadır. Değerli gazilərimiz, canlarını, öz əzalarını qurban verən qazilərimiz, sizləri də salamlayıram, əziz qardaşlarım. Əlbəttə ki, hamımız bilirik ki, bizim şanlı ordumuzun sütunu, direği bizim xüsusi təyinatlarımız olur, kəşfiyyatçılarımız olur. Əskərlərin önündə onlar gediblər. Onlar öz caynaqlarıyla o Şuşanın o alınmaz qalalarını aşaraq əlbəyaxa döyüşlə bizim o Şuşamızı, alınmaz qalamızı azad edirlər. Mən onların, şəhid olanların hər birinin ruhu qarşısında, bütün şəhidlərimizin ruhu qarşısında baş əyirəm. 30 il hər birimiz Azərbaycanın elə bir vətəndaşı olmaz ki, vətən həsrəti ilə yaşamasın və deməsin ki, torpaqlarımız nə vaxta qədər düşmən tapdağı altında qalacaq. Bax, bu arzuyla, bu istəklə hər birimiz evlatlarımızı bu vətən sevgisi ilə böyütdük, torpaq həsrəti ilə böyütdük. Amma bilmədik evimizdə bir şəhid böyütmüşük, bir mələyimiz böyüyür. Və bu arzunun arxasında elə o şəhidlərin sırasında bizim evlatlarımız böyüyürmüş. Bu sevgini biz onlara aşıladıq. Oxuduğu məktəb aşıladı, təhsil verdiyi müəllimlər aşıladı. Əlbəttə ki, Azərbaycanın hər bir qəhrəmanı öz qəhrəmanlığı ilə bütün dünyada tanındı. Hələ də onların bu qəhrəmanlığını araşdırırlar, bu qalibiyyətin səbəblərini araşdırırlar, vallahi tapa bilmirlər. Amma bunu tapmağa nə var ki? Bu bir vətən sevgisiydi, bu torpaq sevgisiydi onları qalibiyyətə aparan. O sevgini, o torpağın həsrəti, o dədə-baba yurdlarına, dədə-babalarının əmanətinə sahib çıxmaq vəzifəsi, bax, bu yol idi onların yolu, mücadilə yolumuz idi, bu hər birimizin yolu idi. Ruhumuzun binəsini, bizim qan yaddaşımızın qüdrətini, Azərbaycanın bayrağının əzəmətini, bizim qalibiyyətimizin, tarixi qələbəmizin təntənəsini bəyan edir bu yol. Azərbaycanın müxtəlif bölgələrində doğulan, vətən sevgisi ilə vətəni azad etməyə qadir olan bax, bu oğullar idi. Hər birinin bir amalı, bir sevgisi, bir vəzifə borcu var idi ki, vətəni düşməndən azad etmək. Bəli, bugün biz azad bir ölkədə yaşayırıq. Suveren, tam müstəqil bir ölkədə yaşayırıq və bununla hər birimiz qürur duyuruq. Amma bu müstəqilliyi, bu suverenliyi bizə bəxş edən qəhrəman şəhidlərimiz oldu, bizim bu qəhrəman qazilərimiz oldu. Allah şəhidlərimizə rəhmət eləsin, məkanları cənnət olsun, əziz bacım, Zərifə bacım və onun atası, qardaşım, sizlərə Allahdan səbir diləyirəm. Mən bilirəm ki, siz nə yaşadınız, mən çox danışmaq istəmirdim əslində, amma söz sözü gətirir. Çünki o anları mən də sizinlə bərabər yaşamışam. Siz də evladınızın əsrətini yaşamışsınız, axtarmışsınız, o axtarışda mən də olmuşam. Aprel döyüşlərində şəhid olub mənim oğlum. Bir həftədən sonra onun nəşi tapıldı. Bəli, biz onun sağ olmasını düşünürdük, amma sonda onun şəhadətini aldıq. O nə hisslərdir, biz analar bilirik. O nə həsrətdir, biz analar bilirik. Allah heç bir anaya evlad acısı yaşatmasın. Bir daha ölkəmizə müharibə nəsib olmasın. Allah bizdən uzaq tutsun onu. Çünki müharibənin çox acı həqiqətləri var. Müharibə evləri dağıdır. Müharibə oğulları alır. Müharibə ataların, anaların dayağını, işığını söndürür. Dayağını əlindən alır. Evladları atasız qoyur. Bax, budur müharibə. İstəmirik biz müharibə. Biz heç vaxt müharibə istəməmişik, amma vətənimizi istəmişik. Heç zaman müharibə istəməmişik, torpağımızı istəmişik. Nə deyək ki, mənfur düşmən bizim oğullarımızı əlimizdən aldı.
Allah Taala bir daha bizə müharibə göstərməsin. Hər zaman açıq səma altında böyüsün bizim qəhrəman sevgisi ilə böyüyən balaca fidanlarımız. Allah hamınızdan razı olsun. Allah sizə səbir versin, gözəl Zərifə bacım. Zərifə xanım mənim çalışdığım müəssisədə çalışır. Bəli, o bizim əməkdaşımızdır. Elə heç də uzun müddət deyil ki, bizim rəhbərlik onu işlə təmin elədi. Bu elə dövlətimizin şəhid ailələrinə göstərdiyi bir diqqətdir və inanın ki, Zərifə xanım hər zaman yanınızdayam. Mən də həm şəhid anası kimi, həm də bir əməkdaş olaraq sizin yanınızdayam. Nəyə ehtiyacınız olarsa, mən də sizinlə bərabər həmin o problemlərin həllinə gücümüz çatan qədər həmişə çalışacağıq. Allah sizləri qorusun, evlatlarınızı, gül balanızı qorusun. Siz 2 balanı göndərmişdiniz müharibəyə. O həsrəti, o həyəcanı bilirəm, düşünürəm ki, siz nələr yaşamsınız. Allah o qalan balanızı qorusun, min budaq eləsin, gözünüzə çıraq eləsin. Teşekkür ederiz, var olasınız. İndi isə tədbirimizdə iştirak edən İzzət Həmidov adına bağçanın müdiriyyəti Yeganə xanım buradadır. Yeganə xanım, zəhmət olmasın. Şəhid İzzət Həmidov adına bağçanın rəhbəri Məmmədova Yeganə olaraq ilk öncə şəhidlərimizi, sonra şəhid analarımızı, qazi qardaşlarımızı salamlayıram. Zərifə ana, sizi kaş belə tanımazdıq, amma sizi tanımağımıza şadıq. Siz çox gözəl insan, çox gözəl xanımsınız. Nə deyə bilərik? Əlibəy çox qeyrətli, namuslu, ürəkli oğlandır. Əgər belə deyək, düşmanla üz-üzə durubsa, elə belə oğullar orada dura bilməz. İlk öncə ona görə təbrik edirəm ki, bu dünyada cənnəti qazanmışsınız. Ana adının haqqını vermişsiniz. Allah o dünyasını versin. Şəhidlik ali zirvədir, hər adama qismət olmaz. O dünyada Allah sizi qovuşmağı nəsib eləsin. Bugün biz burada iştirak edirik, bizim üçün qürurdur, fəxirdir. Mən bir kollega olaraq, bir dost olaraq, bir bacı olaraq səndən, Əfruzə xanım, sizlə fəxr edirəm. Bugün bu boyda insana şəhid adından ehsan vermək hər adama qismət olmaz. Bu yalnız halal insanlara nəsib olar. Allaha şükür ki, səni bugün bu zirvədə görə bilirəm. Şəhidlik adı daşımaq bizim üçün fəxirdir, bizim üçün qürurdur. Allah başacan qürurla, təmiz adla bu adı daşımağı bizə qismət eləsin. Yenə də deyirəm, şəhid analarımızın qarşısında baş əyirik. Haqqımız ödənilməzdir. Nə qədər desək də, sözlə, amma haqqımız ödənilməzdir. Kaş hər bir sahibkar, hər gənc sahibkar bir müəssisəyə öz şəhidin adına, Azərbaycan şəhidi bizim şəhidimizdir, qardaşımızdır. Hər kəs bir şəhid adı müəssisəyə versə, bütün şəhidlər tanınacaq. Şəhidlər unudulmur və unutmayaq, unutdurmayaq. Tədbirimiz davam edərkən daha bir şəhidimizin anasını, şəhidimiz haqqında sözlərini deməyə çağırırıq. Antiterror şəhidimiz Necəfzadə Hüseyin anası Könül müəlliməni söz demək üçün çağırır. Mən də şəhid baş leytenant Hüseyin Necəfzadənin anası, eyni zamanda Abşeron Xızı Regional Təsdiqçisinin əməkdaşı Könül müəllimə. Mən Zərifə xanımı bir il yarım olaraq tanıyıram. Özünü şəxsən, evladı haqqında, təbii şəhidlər haqqında məlumatımız var idi. Amma özü haqqında, özünü daha yaxından tanıdım. Mənim evladım, digər evladım əskərlikdən gələnlər. Zərifə xanım onda bizə gəldi və sağ olsun Sima xanım qayğı cəmiyyətimiz ki, bizi bir yerə topladı və bizi həqiqətən bir araya, bir bacı kimi bir-birimizə mehriban elədi. Zərifə xanım, mən desəm də, yəni biz bilirik ki, şəhidlər ölməzdi, vətən də bölünməzdi. Bu şarı altında biz evlatlarımızı yetişdirmişik, böyütmüşük, onlara təhsil vermişik. Yerləri necə ki, cənnət, elə cənnət olaraq da qalsın. Biz evlatlarımızla fəxr edirik, həqiqətən. Mənim evladım da komandir olub, Ensali hərbi hissədə, zabit olub. Ruslan Səfəroğlu, Allah ona can sağlıq versin. Siz, mən onu da deyim, Hüseyin tədbir olub Ensali hərbi hissədə. Ruslan Səfəroğlu da orada konsert verməyə gedib hərbi hissədə.
Orada mənim evladımla yaxınlaşıb, eyni zamanda Hüseyn də su qovşanda iştirak edib, yəni orada komandir olub. Deyir, Ruslan Səfəroğlu oraya gəldi, mahnı ifa elədi. Deyir, dedim ki, mənim də toyum olasıdır, Hüseynin toyu olasıydı və şəhid olmağına az sayılı günlər qalmışdı, Hüseyin şəhid oldu. Qardaşımız Hüseynlə Atlasa bir mahnı da yazmışdı, toy mahnısı. Hələ o mahnını bir dəfə Lalə Azərtaşın verilişində eşidildi də, vəssalam. Ondan sonra heç kəs bir eləyib o mahnıya qulaq asa bilmir. O qədər möhtəşəm, o qədər həqiqətən gözəl bir musiqi bəstələmişdiniz ki, sizə bu, necə deyələ, ailəmiz adından bir daha təşəkkür edirəm ki, sağ olun ki, həqiqətən siz şəhidlərə belə önəm, dəyər verirsiniz. Orada da Hüseyin demişdi ki, toyum olacaq, mahnı yaz. Onu yazmışdınız. Sağ olun. Siz də Zənifə xanım. Allah sizə can sağlığı versin, Allah qardaşımıza can sağlığı versin, Allah evladına, digər evladınıza Allah ömür versin. O da hər gücümüz olub. Bu qədər. Sağ olun. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, məqamları uca olsun. Tədbirimizdə iştirak edən işığına yığışdığımız Əlibəyin şəhidimizin Snaper müəllimi, qazimiz Əhməd bəy buradadır, qazi Vidadi bəy, qazi Xankişi bəy buradadır. Sizlərdən gəlməyin qardaş, gəlməyin, mən sizin yanınıza gəlməyin, gətirərəm. Biz sizə o qədər borcluyuq ki, biz hər şey sizin yanınıza daşıya bilərik. Allah sənə var eləsin. Stop. Şöyle versən, yok. Salam batmayacaq. Salam, mən hamınızı salamlayıram, şəhid ağlarım, Allah səbir verir. Qazilərimiz Allah kömək olsun inşallah. Anamızı, Samirəmi, Allah sizə səbir versin. Allah sizin o biri övladınızla, nəvələrinizlə daimi xoşbəxt eləsin inşallah. Əlibəy mənim, deyil ki, belə deyəm, mən ixtisas müəllim olmuşam Əlibəy. Əlibəy çalışqan, belə idmanı gözəl, savadlı bir uşaq oldu. Bizdə az adam olsa da bizdə iki nəfər layiqin də hər şeyi görən adam oldu. Biri Feyzli Əlibəy oldu, rəhmətli. Biri də Əhmədov Pərviz. Hamı da bilir ki, indi müəllim olanlar da daha yaxşı bilir ki, bütün müəllimlər nəsə dərs keçəndə öz şagirdlərini çox istəyir. Ən çox anda kim ki, yaxşı öyrənir, onu daha da rəğbət bəsləyir. Ona görə də mənim keçdiyim dərslərə, mənimsi daha da yüksək istəyən Əlibəy mənim gözümün işığı oldu. Bir dənə bir şey deyim burada, bunu heç vaxt tezləməmişəm. Demək, müharibə dövründə Suqovşana hələ biz satmamışdıq. Mən söz yox, müharibə vaxtı mən Əlibəy ilə bir istiqamətdə olmamışam, bir taborda olmamışam. Mən 79-un snayper olmuşam, Əlibəy isə 708-in kəşfiyyat snayper olmuşam. Biz Suqovşana çatmamışdan yüksəklikdə rastlaşdıq orada. Əlibəyin OSV ağır silahla oradaydı. Qabaqda uçuq evin yanında bir dənə erməninin pikapı var idi. O onu gördü, məsafə yaxşı idi, Əlibəy onu da məhv eləyə bilərdi. Yoxsa sadəcə mənə bir üstün bilib, sağ olsun, gəldi mənə dedi ki, 10 dənə məhv eləmək olmadı. Verdi mənə silahı, şükür Allah'ın böyünə ki, onunla həmin yerdə məhv eləyə bildiyim. Ondan sonra, Əlibəylə sonra görüşə bilmir. Ən axırında görüşəm orada, Əlibəylə orada oldu. Bütün şəhidlərə Allah rəhmət eləsin, Allah qazilərimizə can sağlığı versin. Əlbəy mənim gözümün işığı idi. Allah valideynlərinə səbir versin inşallah. Allah rəhmət eləsin. Şəhid ailələri başda olmaqla hamını salamlayıram. Öz təşəkkürümüzü bildiririk. Əlbəy mənlə bir yerdə xidmət edib. İndi 708 saylı hərbçilərin kəşfiyyatına keçsə də, əvvəl bizlə 079-da xüsusi əməliyyat taborunda bir yerdə xidmət eləmişik. Demək olar ki,
üzr istəyirəm, bizim Əli bəylə yataqlarımız da böyle olubdu, kravatlarımız. Əli bəy çox necə dəli soğuydu, çox dəcəl idi. Yəni igidlər də həmişə o dəcəl, dəli soğ, qaynayan uşaqdan həmişə igidlər çıxır. Həmişə demək olar ki, bölükdə ən böyük problemləri o yaradırdı. Bizim bir komandir var idi, həmişə ona deyirdik ki, bu uşaqla necə edək də, bu qardaşımızı deyirdi, elə o vaxt gələcək, elə o sözünü deyəcək. Biz də nə bilərdik, müharibə gələr və o igid bir kəşfiyyatçı sniperçi kimi tarixə düşər. Həqiqətən də Əli bəy haqqında çox danışmaq olar. Bizə də elə o öz şəhidliyi ilə, öz igidliyi ilə, elə sniperçi kəşfiyyatçı adı onun nə cür döyüşçü olduğunu və kim olduğunu və biz yoldaşlarını və onu öncədən, onu yetişdirən Əhmədin burada olmağı elə hər şey deyil. O çox qorxmaz, gözü qara, heç nədən çəkinəcəyi olmayan bir igid idi. Həmişə də adi belə hərb hissədə də, vaxtlarda da xüsusi həmişə tapşırıq olan hərb hissə, kəşfiyyat olsun, ya indi 079 xüsusi əməliyyat taboru olsun. Həmişə bizdə döyüş tapşırıqları və bizim tədbirlər başqa cür olur. Həmişə idmanda da, bizim xidmətlərimiz oldu. Post xidmətlərində də indi burada sizlərə açıq danışmaq olmur. Əli bəy həmişə çox yüksək iştirak eləmişdi. Müharibədə də gəldi, özünün adını tarixə qızıl hərflərlə igid cəsur bir döyüşçü kimi yazdırdı. Əhməd özü də sniperçi olub. Əhməd özü çox neçə sniperlər yetişdiribdi qardaşımız. Burada indi Ülfət Həsənov da var qardaşımız. Molallikini yaradanlardan olub, ilk dönəmindən olub. Dostumuz, qardaşımız. O da eşitli Əli bəy gəldi burada iştirak eləsin. Allah cəmi şəhidlərimizin ruhunu şad eləsin. Şəhid adını qoruyan insanlara, onları hər zaman anan insanlara çox təşəkkür bildirirəm. Burada yeganə bacımız var bizim və o həmişə bir sözü demək istəyirəm ki, bacımıza ki, insan varlığı ilə əməli, mən qazi olaraq elə öz adımdan deyim, mən yeganə bacının atası ilə də dostam. İnsanlar var, 5 il, 3 il keçdi, bizi unutdu, lap elə əlaqə adi quru salamı belə kəsdilər, əlaqələri kəsdilər. Amma 5 il keçməyinə baxmayaraq da, yeganə bacı hər zaman öz dəstəsi ilə şəhid ailələrinin yanında olubdur. Mən göydə Allah yerdə yeganə bacıya və anama görə burada Əfruzə xanımı tanımışam. O xanım da həmişə öz şəhidlərə böyük hörmətini göstəribdir. Burada İntizar xanım var, Aybəniz xanım var. O xanımları da görürəm. Burada Sima xanım var, özü də şəhid ailəsidir. İndi bəzilərinin adı yadından çıxıb baxırsan ki, həqiqətən o deyir ələk ələnir. Həqiqətən kimlər qaldığı elə belə zaman keçdikcə görürsən. Sizlərə özlərinin təşəkkürünü bildirirəm. Var olasınız. Allah sizləri qorusun. Allah cəmi şəhidlərimizin ruhunu şad eləsin. Bizdən ağır qazilər var. Allah şəfasını versin. Bu dəqiqə bizdə səngərdə qoruyan zabitlərimiz, əskərlərimiz, dizillərimiz var. Allah onları qorusun. Allah veteranlarımızı da qorusun. Var olun, sağ olun. Əvvəla şəhid ailələrini hər birini salamlayıram. Ülfət Həsənov. Mən də ilk öncə özümü müstəynatların mənsubuyam, qazisiyəm, özümü tükürlərlə yaralanmışam. Allah bütün analara səbir versin, valideynlərə səbir versin. İl ötdükcə o cür 5 ildir ki, heç kim onu duymuyor. Allah hamıya səbir etsin, sözümüz çox eləsin. Kardeşler, Allah sizlere var eylesin. Allah sizin kimi oğulları qorusun inşallah. Başa düşürəm, sizin üçün danışmaq çətindir. Bu boyda düşmənləri məhv edib gələn oğullar, amma belə şəhid analarının, şəhid bacılarının qarşısında danışmaqda biraz çətinlik çəkirlər. O da məlum səbəbdəndir. Allah sizi var eylesin. Allah sizləri qorusun. Hər zaman değerli olasınız. Derdimiz devam edir inşallah. Yine de Allah sizlere var eylesin, güzel kardeşler. Allah şehitlerimize rahmet eylesin. Yine de Ruslan Səfəroğlu'nu burada davet edeyim. Yeni bir Azerbaycan mahnısıyla inşallah. Şəhidlərimizin ruhunu şad eləsin. İndi onu ifa edək, çünki bizim qardaşlarımız qəhrəmandırlar. Lazım olanda onları ağlayırıq, lazım olanda onların qəhrəmanlığına qarşı. Allah şəhidlərimizin ruhunu şad eləsin, qazilərimizə şəfa versin. Başkanından qərarım verdi,
Azerbaycan ordusu yola salındı. 30 gün həsrətdə qalan torpaqlar 44 günə düşmənlərdən alındı. 30 gün həsrətdə qalan torpaqlar 44 günə düşmənlərdən alındı. Unutma şəhidləri, o döyüşən əskərləri, bütün dünya tanıdı Azerbaycan səni. Unutma şehitleri, o dövüşen askerleri, bütün dünya tanıdı Azerbaycan seni. Canların damların feda ettiler, torpak uğrunda bizim şehitler. Eline ayağına itilip geldi, neler gaziler cesur yiğit. Söyledi kefenin koy bayrak olsun, ata ana bayrağı basıp bağına, öperek söyledi vətən sağ olsun. Ata ana bayrağı basıp bağına, öperek söyledi vətən sağ olsun. Unutma şehitleri, o döyüşen askerleri, bütün dünya tanıdı Azerbaycan seni. Unutma şehitleri, o dövüşen askerleri, bütün dünya tanıdı Azerbaycan seni. Canların damların feda ettiler, torpak uğrunda bizim şehitler. Elin ayağını itilip geldi, neler gaziler cesur yiğitler. Canların damların feda ettiler, torpak uğrunda bizim şehitler. Elin ayağını itilip geldi, neler gaziler cesur yiğitler. Səbir versin, Allah müşahid eləsin. Burada Əfruzə xanım var, gənc bir xanımdır, eşitdiyimə görə çox xeyirxah bir xanımdır. Allah sizdən də razı olsun. Gənc olaraq bu addımlar atırsınız, həqiqətən sizi alqışa dəyər. Şəhidlərimizi kim unutmur, Allah da onları unutmasın. Şəhidlər bizim baş tacımızdır. Şəhidləri unudan öz ailəsini unudar. Mən hər zaman bunu efirdə də demişəm, belə də deyirəm, son damla qanma qədər də deyərəm. Çünki şəhidlər bizim üçün hər bir şəhiddirlər. Bizim evdə ailəmizi, uşağımızı, bacımızı qorudular, biz də oğa gəlib unutmayaq. Allah sizdən razı olsun, Əfruzə xanım, çox sağ olun. Anamıza da Allahdan səbir diləyirəm, atamıza Allahdan səbir diləyirəm. Allah iki oğlunu göndərib, bilirsiniz. Bir oğlu şəhid olub, biri də qəhrəmancasına döyüşür. Allah qorusun anam, bu qalan balanızı Allah qorusun. Allah da həmişə sizə səbir versin, bütün şəhid analarına. Allah məlahət anaya da kömək olsun. Bir oğlu var idi, onda tək qaldı, amma tək deyil. Bizlər varıq, var olasınız. Bir hörmətli xanımın söz deməsi üçün bura çağırırıq. Abşeron rayon Ana Vətən Partiyasının Qadınlar Şurasının sədri, sahibkar, xeyriyyəçi xanım Məmmədova İntizar xanımı. Sayın olmasa Allah. Teşekkür ederim. Hamınızı salamlayıram, hamınızı xoş gördük. Bildiyiniz kimi bu günləri biz Azərbaycanın tövlüyü, ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhadətə qovuşmuş Əli bəyin şəhadət gününə yığışmışıq, onu yad eləməyə yığışmışıq. Zənifə ana, sizə təşəkkürümü bildirmək istəyirəm. Çox sağ olun ki, belə bir cəsur
evlat yetişdiribsiz, boya başa çatdırıb vətənə qurban etdiniz. Mən hər zaman deyirəm ki, şəhidlər ölməz, vətən bölünməz. Biz hər zaman şəhid analarının yanındayıq. Şəhid analarının qarşısında baş əyirəm, əllərindən öpürəm. Niyə? Ona görə ki, şəhid anası doğrudan da elə bir gözəl bir zirvədir ki, hər adam şəhadətə qovuşmur. Şəhadətə qovuşan şəhidləri siz dünyaya gətiribsiz, siz əziyyət çəkibsiz. 9 ay ana bətnində yetişdirib və Azərbaycana belə qeyrətli, cəsur, tərbiyəli şəhid balası veribsiz. Azərbaycanın torpaqlarını onlar azad etdilər. 30 il həsrətdə qalan torpaqlarımızı onlar bizə qaytardılar. Biz onlara borçluyuq. Mən hər zaman deyirəm ki, nə qədər canımda can var, hər zaman şəhidlər bizim başımızın, analar bizim başımızın tacıdır. Biz az da olsa hər zaman onların yanında olacaq. Hər zaman sizin diqqətimizdə saxlayacaq sizi. Çünki onlar elə bir tarix yazdılar. Öz qanlarıyla, öz canlarından keçdilər. Tarixə nəzər yetirsək, müharibələrdə o qədər müharibələr olubdu. Ancaq onlar elə bir tarix yazdılar ki, 44 günlük zəfəri onlar bizə qazandırdılar. Azərbaycanı dünyaya tanıtdılar. Onlar öz cəsurluğunla, öz ermənilərin qarşısında durdular. Onlar fikirləşmədilər, canlarından keçdilər. Onlar yalnız bircə torpağı düşündülər ki, biz torpağı azad eləməliyik. Vəssalam. Çünki onlar 91-ci ildən bəri onlar o ruhda böyüdülər. Bağçalarda o ruhda, məktəbdə o ruhda. Ona görə buradan bağça müəllimələrinə, məktəb müəllimələrinə, valideynlərinə təşəkkürümü bildirmək istəyirəm ki, ona görə bizə onlar zəfəri bu vəziyyətdə qazandırdılar. Çünki onlar o ruhda böyüdülər. Onlar doğrudan da mən buradan fəxr edirəm ki, mən Azərbaycanlıyam. Mən fəxr edirəm ki, bizim belə güclü devlətimiz var, güclü prezidentim var. Ona görə də Ali Baş Komandasına çox minnətdaram ki, düzdür, şəhidlərimizin gücünə, bir də devlətimizin gücünə biz bu zəfəri qazandıq. Ona görə də biz alnı açıqlığıyla bu dəqiqə buradan durub, hər zaman biz çıxış edirik, alnımızı təmizlədilər onlar. Başımızı uca tuturuq. Çünki bütün dünyaya tanıtdılar ki, Azərbaycan doğrudan da güclü devlətdir. Allah var eləsin, şanlı ordumuzu, rəşadətli ordumuzu qorusun, cəbhədə olan evlatlarımızı qorusun. Nə bilim, Allah sizə hər zaman deyirəm, Allah sizə səbir və dözüm versin. Düzdür, çox çətin zirvədir bu, ancaq çox qürur verici zirvədir. Çünki biz sizi hardan tanıyardıq? Əli bəy bizə sizi tanıtdı ki, siz Əli bəyin anası kimi, şəhid anası kimi tanındınız. Sizi, düzdür, mən bütün şəhid anaları mənim üçün əzizdir. Başda Məlahət ana olmaqla, Eminin anası buradadır. Hər zaman deyirəm ki, Məlahət ananın yeganə evladı o torpağa verdi. O azadlıq uğrunda canından keçdi, fikirləşmədi ki, anam evdə təkdir. Ona görə də hamınızı minnətdarım sizə. Siz mənim əziz anamsınız, sizə böyük doğma kimi ürəyimdə ayrıca yeriniz var. Sizə təşəkkür edirəm. Çox Allah sizə səbir və dözüm versin. Sağ olun ki, belə bir evlat böyüdürsünüz, vətənə qurban elədiniz. Çox sağ olun, var olasınız. Tədbirimizdə 2 dənə alaca balamız var, bacı qardaşlarımız var. Günəş və Fərman. Gəlin görək. Vətəni sevmək azdır, onu qorumaq gərək. Vətənim demək azdır, vətəni olmaq gərək. Vətəni sevmək azdır, onu qorumaq gərək. Vətənim demək azdır, vətənin olmaq gərək. Onları qoruyur, ruhdan candan irəli.
dostlar, o beni korkuttu. Ürkek başımıza onu elden bıraktım. Vadi torpalı buradan candan ireli, arkadan da baktı o analar ireli. Vadi torpalı buradan candan ireli, arkadan da baktı o analar ireli. Bilenler vatandan var olmayın, ömürde var bilenler vatandan var olmayın. Bilenler vatandan var olmayın, ömürde var bilenler vatandan var olmayın. Vatandan var olmayın. Vatandan var Məclisimizin davamında Sumqayıt şəhər Uşaq Xəstəxanasının həkimi Mehbarə xanıma şəhidimiz haqqında danışmağa dəvət edirik. Xoş gördük. Bütün hamını salamlayıram. Mən biraz çətindir mənə danışmaq. Hər şey danışıldı. Yəni mən Zərifə xanıma, Samir bəyə təşəkkür edirəm ki, məni bu məclisə dəvət ediblər. Şəhidlər bizim qürurumuz, fəxrimiz. Şəhidlərlə mən fəxr edirəm. Allah rəhmət eləsin bütün şəhidlərimizlə. Məkanları cənnət olsun. Ruhları, əziz ruhları həmişə şad olsun. Qarşılarında baş əyirəm. Qazilərimizə can sağlığı arzulayıram. Allahdan şəfa diləyirəm. Veteranlar var olsun. Həmişə can sağlığı arzulayıram. Mən şəhid ailələrinin, bu qəhrəman anaların qarşısında baş əyirəm. Əllərindən öpürəm. Allah onlara səbir versin. Allah bizə də səbir versin. Mənə çox çətindir. Şəhid adı mənim üçün yetki əziz addır. Yəni ondan əziz ad yoxdur. Bir də səbir dilərim. Öpürəm sizi. Allah bütün anaların qarşısında baş əyirəm. Allah sizə səbir versin. Şəhidimizin nənəsini, şəhidimiz haqqında az da olsa məlumat verməklə xatirəsini bölüşməyə çağırırıq. Bizdə iştirak edən Abşeron rayonunun icra hakimiyyətinin əməkdaşları buradadır. Zəhmət olmasa bura buyursun. Buyurun. Bütün aşağıdan. Allah şəhidimizə rəhmət eləsin. Məqamı ucu olsun. Yeri cənnət olsun. Hanım, sizə təşəkkür edirik. Tədbirə görə, təşkilatçılıq elədiyinizə görə, Allah ürəyinizə görə versin. Allah sizə var eləsin. Hər zaman dəyərli, hər zaman əziz olasınız. Nəsə sözünüz var mı? Bir daha hər kəsə təşəkkür edirəm. Hər kəs minnətdaram ki, gəldi. Çox sağ olun, vaxtınızı sərf elədiniz. İntisar Fatimə Uşaq Bağçasının kollektivini dəvət edirəm. Gəlin bura, Zərifə xanımla şəkil çəkdirək, bitirək tədbirimizi. Bir daha təşəkkürlər. olmayın.